jurnallarda, kitablarda, istərsə də biz bəli kameraların yaddaşlarına həkk etməliyik. Mehriban xanım Türk İslam qadınına məxsus olan bütün keyfiyyətləri özündə birləşdirən bir xanımdır. O həm də diqqət yetirək UNESCO-nun, İSOSKA-nın xoş məramlı səfiri, xoş dünyaya sülh çarçısıdır. Ona görə də mən yəni onun haqqında çox danışa bilərəm, saatlarla danışa bilərik. Amma digər yoldaşlar da bu kiçik məclisimizdə söz alacaq, söz deyəcək. Mən sonuç olaraq onu söyləyirəm ki, mən özümü xoşbəxt alim, xoşbəxt ana, özüm də nənəyəm, hiss edirəm ki, yəni biz Türk xanımlarıyıq və Türk xanımlarına örnək olan, yenə də deyirəm sözümün əvvəlində dediyim kimi, Azərbaycan xanımının etalon simasının adını daşıyan bir xanımın milliyyətindənəm. Biz Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyi adından Mehriban xanım Əliyevaya can sağlığı, uzun ömür, gələcək mənalı yəni bir həyat yolu arzulayıram. Biz bilirik ki, o Əliyevlər ailəsi nə qədər həyatda yaşayacaqsa, Azərbaycan xalqının mədəniyyəti, tarixi əbədi olaraq yaddaşlara köçəcəkdir. Təbrik edirik. 100 il yaşasın, gün o gün olsun ki, 100 yaşını bu gözəl, zərif xanımımız qeyd etsin. Almaz Yaşar, iMediaCompany.az saytının təsisçi direktoru, Milli Azərbaycan Televiziyası TV-nin baş direktoru. Əvvəla hamını salamlayıram, bütün izləyicilərimizi salamlayıram. Bizim burada yığışmağımızın əsas məqsədi Milli Televiziyamızın xüsusi buraxılışı jurnalımızın ilk sayının təqdimatıdır və Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Mehriban xanımı ürəkdən təbrik edirik, ona yeni işlərində nailiyyətlər arzu edirik. Artıq Səkinə xanım, Rəsafil müəllim Mehriban xanım haqqında öz fikirlərini dedi. Mənə elə gəlir ki, başqa bir sözə ehtiyac yoxdur, təkrarlamaq istəmirəm və bir daha onu qeyd edeyim ki, bizim bu işbirliyimiz jurnalın buraxılışı davamlı olsun, xeyirli olsun. Mən Quliyeva Ruhiyyə, Humay Tədris İnkişaf Mərkəzinin rəhbəri. Öncəliklə bura gələn qonaqlarımızı salamlayıram, xoş gəlmisiniz deyirəm. Bugün doğrudan da çox böyük bir gündür və sevindirici bir gündür. İlk olaraq öncəliklə bizim vitse-prezidentimiz, bir ilk xanım ledimiz, vətənimizin vətənpərvər qızı, gözəl ana Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə təbrik edirik. Ona uzun ömür, can sağlığı, şərəfli yolda uğurlar arzulayıram. İkinci sevincli günümüz oldu ki, bugün doğrudan da Milli Azərbaycan Televiziyasının buraxılış etdiyi ilk jurnalı işıq üzünə çıxıb, onun bugün kiçik də olsa təqdimatına yığışmışıq. Bu yolda, bu işdə əziyyəti olan insanlara, Almaz xanıma, başda Rəsafil müəllim sizə və başqa bir, yəni ki, bu işdə xidmət göstərən işçilərə doğrudan da minnətdarımı bildirirəm və bundan sonraki işlərində də uğurlar arzulayıram. Təşəkkür edirəm. Hacı İlham Qurbanoğlu, Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, Səda Televiziyasının direktor müavini, eyni zamanda Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədrinin birinci müavini. Bu günləri bu şirniyyat çay süfrəsi arxasında oturmağımızda məqsəd bugün çox əlamətdar bir gündür. Əlamətdar gündür ona görə ki, bugün Azərbaycanın birinci ledisi, bizim çox hörmətli vitse-prezidentimiz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə də biz bu masa arxasına yığışmışıq. Həmçinin də bu günləri Milli Azərbaycan Televiziyasını məhz Azərbaycanın birinci ledisinin doğum günü münasibəti ilə jurnal təsis etmişdir və onun ilk nömrəsi məhz bugün işıq üzü görür və bu bura yığışmağımızın da səbəbi məhz bundan ötürüdür. Bu jurnalın ərsəyə gəlməsində Rəsafil Bayramovun çox böyük əməyi vardır. Eləcə də orada olan bütün idarə heyəti qrupun hamısına mən təşəkkürümü bildirirəm ki, Azərbaycanda, İslam dünyasında ümumiyyətcə qadınlara
önəmli yerlər verilmişdir ki, hələ Məhəmməd Salavatullah buyurmuşdur ki, cənnət anaların ayağı altındadır. Belə bir gündə də belə bir Azərbaycan xanımını yad etmək hər bir Azərbaycan nümayəndəsinin, xalqının borcudur. Yəni saatlarla biz Mehriban xanım Əliyeva barəsində danışa bilərik. Bu haqda Səkinə xanım böyük geniş izahat verdi. Mən bir şey qeyd etmək istəyirəm ki, Mehriban xanım Heydər Əliyev Fondunun məhz prezidenti olandan sonra Azərbaycanda məhz elmin, təhsilin inkişafı üçün çoxlu məktəblər tikdirmiş, eyni zamanda uşaq evləri tikdirmiş və uşaqlara bir ana kimi analıq etmişdir. Mehriban xanım həm gözəl ana, həm ziyalı bir xanım, həm də ziyalı bir yəni siyasətçidir ki, dünya çapında tanınır. UNESCO-nun sülh məramlı səfiridir. Yəni dünyanın hər asına getsən, Mehriban Əliyeva haqqında biz xoş sözlər eşidə bilərik. Məhz bir şey də qeyd etmək istəyirəm ki, bizim 44 günlük zəfərimizdə məhz bizim Azərbaycanın Tomris qeyrətli xanımı Mehriban Əliyevanın da əməyi böyükdür ki, yəni o dəmir yumruğun o barmaqları xalqımızdırsa, o əl İlham Əliyevin əlidirsə, o bilək məhz Mehriban Əliyevaya məxsusdur ki, onlar ikilikdə birləşərək bu qələbəni Azərbaycan xalqına bəxş elədilər və bu Azərbaycan xalqının bütövlüyü uğrunda, torpaqlarımız uğrunda şəhadətə qovuşan bütün şəhidlərimizə də mən Allahdan rəhmət diləyirəm və Mehriban Əliyeva can sağlığı diləyirəm. Gün o gün olsun ki, Rəsafil müəllim, gələcək yubileylərində də siz gözəl jurnallar təsis edib bizləri sevindirəsiniz. Sağ olasınız, var olasınız. Yaşar Kərimov, Milli Azərbaycan Televiziyasının icraçı direktoru, Ata TV-nin direktoru. Bugün bura yığışmaqda məqsədimiz bizim mərhəmət ilahəsi Mehriban xanımın ad günü ilə birbaşa bağlıdır. Artıq günlərdir ki, dünyanın hər yerindən siyasətçilər, ictimai xadimlər Mehriban xanımı bir ölkə lideri kimi, siyasi xadim kimi təbrik edirlər. Biz də bu təbriklərə qoşulmağa çalışdıq və Rəsafil müəllimin başçılığı altında bizim kollektiv Mehriban xanıma gözəl bir ərmağan yetirməkdən ötürü fəaliyyətə başladıq və belə bir jurnal ərsəyə gəldi. Bugün də bu jurnalın təqdimatıdır. Sevinirik ki, dünya siyasətində yeri olan, xalqın sevimlisi, qələbələrimizdə prezidentimizlə yanaşı duran, ona ürək dirək verən bir əskər kimi Qarabağın istənilən nöqtəsində hər zaman göz önündə olan bir xanıma biz vətəndaş kimi bugün biz öz hədiyyəmizi təqdim edə bildik. Halal xoşu olsun, uzun ömür yaşasın və xalqımızın xoşbəxtliyi və saadəti uğrunda bundan sonra da mübarizə aparsın. Hər zaman biz də alqışlayaq və Allahdan ona uzun ömür arzulayaq. Dualarımız da qəbul olsun inşallah. Hörmətli izləyicilər, bugünkü təqdimat mərasimində bizim Zərdabdan olan bir qardaşımız da bizə qoşulub və Mehriban xanımın mərhəmət ilahəsinin bu xoş gününü həm rayon ictimaiyyəti adından, həm öz adından təbrik eləməyə gəlib, qədəmləri mübarək olsun. İndi istəyirik ki, sözü ona verək, həm ictimai fəaliyyəti ilə, həm də rayon rəhbərliyinin bu günlə əlaqədar olan təbrikini çatdırsın. Buyurun. Salam, sizin hamınızı xoş gördük, xoş günlərdə. Bu günlərin biz də rayondan gəlmişik bura jurnalın təqdimatına. Çox sağ olun, çox gözəl məclisdir. Bizi də xoş elədi. Sizin hər birinizə təşəkkürlər. Sağ olun. Salam əleykum, xoş gördük. Mən də bu toplantıya, bu təqdimata gəlmişəm. Mən də öz təbriklərimi bildirirəm. Təbrik edirəm. Çok güzel çıktı. Bayraktan güzel gelsin.